Salam Android həvəskarları. Bu videoda sizə yəni 2G olan interneti H və ya H+, yəni 3G internetinə dəyişdirməyi göstərəcəm. Bunun üçün telefonunuz 3G-ni dəstəkləməlidir və nömrənizdə 3G aktiv olmalıdır. Əgər bunlar dediklərim varsa, telefonun ayarlar bölümünə daxil oluruq. Burada mobil şəbəkələr bölümünə daxil olub interneti istifadə etdiyimiz simi, əgər telefonunuz 2 nömrəlidirsə seçirik və burada interneti sadəcə VZDMA və ya sadəcə VZDMA avtomatik bu seçimlərdən birinə keçiririk. Bizdə sadəcə GSM aktivdir. Gözləyirik. Bəli, bir qədər gözlədikdən sonra gördüyünüz kimi internet H+-a keçirildi. Əgər bunu etdikdən sonra internetiniz hələ də H+ deyilsə, telefonunuzu yenidən başladın. Əgər yenə də problem davam edərsə, o zaman müştəri xidmətlərinə yaxınlaşın və nömrənizdə və ya telefonunuzda 3G-ni aktiv etməklərini istəyin. Bu qədər. Başqa videoda görüşənə qədər özünüzə yaxşı baxın. Kanala abunə olmağı unutmayın.